Aleyküm selam və rəhmətullahi və barakatuhu. Həmçinin sual verirdi ki, naməhrəm olan kişi və qadın hansı hallarda danışması icazəlidir və hansı hallarda icazəli deyil? Yəni bunun müəyyən bir halı yox. Ümumən, yəni şəriət qadağan eləyib, yəni naməhrəm kişi ilə qadının danışığını. Sadəcə müəyyən hallar var əlbəttə ki, yəni ki, indi bu qonşundur və yaxud da ki, iş yoldaşındır. Qardaş sualda verdiyi kimi, yəni əsl olan odur ki, suala cavabdan öncə qadınla kişinin bir yerdə işləməsi icazəli deyil. Amma əgər iş yerindədirsə, əlbəttə ki, salam vermək olar və yaxud da ki, ticarətdədir, nə isə soruşursan, nə isə deyirsən, yəni bu qadağa deyil. Və yaxud da ki, salamlaşmaqdır, qonşudur, tanıdığın adamdır, və yaxud da ki, müəllimən olub. Yəni buna oxşar şeylər. Yəni bunda bir problem yoxdur. Və yaxud da ki, tanıdığın, bildiyin, deyək, aranda tanışlıq olan bir insandır, valideyni dünyasından dəyişib başsağlığı verirsən. Yəni bunda bir qəbahət yoxdur. Və yaxud da ki, Elhamdülillah deyir, asqırıb ora yarhamkallah demək. Olar, problem yoxdur. Olar. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm qadınların yanından keçərkən onlara salam verərdi. Halbuki, yəni ona naməhrəm olan qadınlar idi və onların salamını qaytarardı, salamına cavab verərdi. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm onların suallarına cavab verərdi. Birbaşa Peyğəmbər sallallahu əleyhi və səlləmə sual verərdilər. O ki qaldı ki, yəni hansı hallarda icazəli deyil? Əlbəttə ki, insan özü bilir hansı halda, yəni mənə icazəli deyil. İnsan özü daha yaxşı bilir ki, məsəl üçün, bax mən artıq bu cür danışıqla, bu cür söhbətlə harama gedirəm. Bir var ki, insan məsəl üçün, deyək ki, naməhrəm olan qadınla danışır. Necə danışır? Yəni deyək ki, niyyəti var evlənmək üçün. Aydındır? Yəni belə hallar olur. Evlənmək üçün, ailə həyatı qurmaq üçün danışır. Və yaxud da ki, ola bilər ki, vəlisinin icazəsi ilə danışır. Və yaxud da ki, hər hansısa bir vasitə ilə də, yəni burada artıq məqsəd bəllidir də. Bir də var ki, insan yəni artıq bilir də ki, yəni ki, burada onun məqsədi nədir. Bu halda əlbəttə ki, insan günah daşıyır. Amma ki, yəni yenə də orada insan yəni evlənmədən öncə də qadınla tək qalır, düzdürmü? Danışır, kəbindən öncə məsləhət eləyir, şərtini deyir. Yəni bu da təklik sayılır da, belə götürəndə şəriətlə. Amma burada insana günah yazılmır. Nəyə görə? Çünki burada onun niyyəti nədir? Ailə həyatı qurmaqdır. Burada onun niyyəti ailə həyatı qurmaqdır. Əlbəttə ki, ona görə insan öz halını daha yaxşı bilir. Bəli.